İnsanın əsl vəziyyəti bu dünyanı bitirdiyi andakı halıdır. Buna görə də insana yaraşan odur ki, ölüm gəlməmişdən öncə bu barədə düşünsün və ona hazırlaşsın. Bu hazırlıq günahlardan tövbə etmək, insanların haqlarını ödəmək və incitdiyi kəslərdən halallıq almaqla olar. İnsan səmimi bir tövbə, Allaha yönəlmə və bol istiğfarla hazırlaşmalıdır ki, qəbrinə daxil olanda hər şey yaxşı olsun. Allah qulunu bağışlamağı və ona rəhm etməyi sevdiyi üçün, bəlkə də etdiyimiz və bizi qorxudan günahları bu yolla əfv edər. Bu səfər barədə öncədən düşünmək lazımdır. Çünki o gün gəldikdə artıq düşünməyə vaxt olmayacaq. Hər kəs istər yatağında, istərsə də müxtəlif hadisələr nəticəsində mütləq bu sonluqla qarşılaşacaq. Yer üzündəki hər bir canlı fanidir, əbədi olan isə yalnız əvvəl və axır olan uca Allahdır.